Başla Hüseyin 80 neçə 85 buyur yaz. Müəllim bizə verin maddi nöqtə tarazlıq vəziyyəti ətrafında x bərabər 10 kosinus 5t qanunu ilə dəyişir. Və bizə verin maddi və santimetrdir burada. Bizə deyir ki, tarazlıq vəziyyətində 6 cm uzaqlıqda. Deməli, biz indi biləcəyik buradan 6 cm amplitudmu, yoxsa anidir. Birinci baxıram tənliyə. Burada bizə verir ki, amplitud 10 santimetrdir. Deməli, bizə verilən bu 6 santimetr hansısa ani qiymət. Yəni, gəlib tam çatmır, buralarda falan diyanır. O da bərabər 6 santimetr. Və biz də bilirik ki, tam enerji bərabərdir kinetiklə potensialın cəminə. Yaxşı, bəs buradan hansını biz tapacaq, necə gedəcəyik? Bizən məsələnin şərtində deyir ki, sürətin modulunu tap. Sürət də əlbəttə kinetikin düsturunda olduğuna görə biz burada kinetiklə gedəcəyik. Y kinetik bərabərdir tamla potensialı çıxacaq. O da bərabərdir. İndi bunu elə açmalıyıq ki, bunlar eyni düstur olmalıdır. Çünki fərqli olsa da çıxıntı olmayım. Potensialla tamın oxşar düstur əlbəttə kx kvadrat bölü 2-dir. K bölü 2 ikisində də ortaqdır. Aşağıdan yazdım. Şöyle çıxardıq onları. Kvadratı çıxılsın x-in kvadratı. Bilir ki, mv kvadrat bölünsün 2-dir. O da bərabər x maksimalın kvadratı çıxılsın x-in kvadratına. Bizdən deyir ki, sürətin modulunu tap. Burada ikilər görürəm ki, oxşarı çıxartdım. Buradan sürəti tapsam, yarı rəqasında bilirik ki, omega bərabər kökün altında k bölü m-dir. Yəni, bizə verilən bu qiymət ümumi omeganı verəcək. Omega, amma bu kökün altından çıxmayacaq, elə olduğu kimi qalacaq. Bəli. X maksimal kvadratı çıxılsın, x-i elə omeganı verib məsələdə, omega burada 5-dir. Qiyməti santimetrdə. Bizdə də x maksimalın kvadratı, x-in kvadratı verir ki, birinci santimetrlə tapın, ondan sonra axırda metrə çevirər. Bizdə amplitudu verib deməli. Bizdə deməli dairəvi tezliyin vahidi nə oldu? Hertz. Çünki adı da tezlik. Bəli, indi başlayaq x-ları da yazaq yerine. Biz bilirik ki 10'dur. Kvadrat eləyəcək mənə 100. Kökün altında. 100'dən çıxacam x-in kvadratı. O da 6 cm idi. Ona kvadrat eləyəcək 36. Buradan çıxır 8. 5'i vuracam 8'e. O da eləyəcək 40, amma santimetr. Bəli, çünki sən orada metrə çevirmərən kvadrata yüksəltdin və bizim aldığımız cavab santimetr. Santimetr. Metrlə tapanda o da eləyəcək 2 verir. Santimetrın üstü mənfi 2-dir. Arkaya gedəcəm 0.4 metr bölünsün. Əla, bir də ki, bu məsələni sən indi enerjilərlə yazdın. Bu məsələnin bir dənə də yolu var idi, hə, bizim üçün. Orada da, yəni necə yazırdıq? Törəmə vasitəsilə, düzdürmü? Həm törəmə, həm də orada riyaziyyatda bəzi funksiya üsulu var idi. Məsələn, sinüs kvadrat, alfa, kosinus kvadrat bərabərdir 1. Oradan da gedə bilər.